بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین. Allah qiyamətə and içir. Bəzi kitablarda yüzdəniyəcən adı var yazıblar. Mən onların bir neçəsin ki Quranda ayələri var, onlardan sizin əgər oxuyubsuz Quran bilirsiniz yaduza salıram. Yevmul həsrə qiyamətin qiyadıdır. Yəni o gündə insanlar həsrət çəkəcəklər. Keçmişdəki dünyada hədərə verdiyi ömürlərini, hədərə verdiyi həyatlarını onlar o gün yad edib və ona həsrətli olacaqlar ki, nə üçün onu elə belə əldən vermişik? Yevmun nədamə, yəni ki peşman olan gün. O gün insanlar peşman olacaqlar. O insan ki mömindi, o da peşman olacaq. O insan ki mömin deyil, o da peşman olur. Mömin olmayanlar peşmandır ki, niyə Allah'ı tanımadım, niyə səcdə etmədim, niyə ibadət etmədim. Möminlər peşmandır ki, niyə ömrümün hamısın Allah'a ibadət etmədim. Niyə imanım azdır, niyə ibadətim azdır, niyə səcdəm azdır, niyə sədaqətim azdır, onun azlığına peşmandır. Üçüncüsü yevmul hesab, hesab günüdür qiyamətin bir adı. Çünki qədimkilər demişkən qatıqdan tüh çəkiləcək. Qiyamətin günündə zərrə qədər əgər bir insanın xeyr əməli olsa, o hesab olacaq. Zərrə qədər əgər şərr əməli olsa, o hesab olacaq qiyamətin günündə. Birinə bir acıqlı baxıbsan, birinə xoş baxıbsan, birinə hətta əgər bir dənə gül əlində veribsən, birinə əgər ondan qabaq salam veribsən, bir nəfərin ayağına durubsan, bir möminin, bax bunların hamısı yazılır və hamısının əcri, müzdi orada səbt olur. Yevmul məsələ, sual günüdür o günü. İnsandan soruşacaqlar, dayı əməl günüdür. Əməl bu gün. Əl-yevm yevmul əməl, gün əməl günüdür. Və qədən yevmul hesab, sabah hesab günüdür, sual günüdür. Sabah soruşacaqlar buradakı əməllərdən. Yevmul qari'ə, buyursunuz ki Quranda, əl-qari'ətu məl-qari'ə və ma ədrakə məl-qari'ə. Qari'ə, yəni başa döyülən gün. Yevmul qari'ə, yəni başa döyülən gün. Tamı başına çalacaq o gün. Ki vay olsun mənə, mən bilmirdim belə. Eşidirdim, amma inanmırdım. Eşidirdim, amma ürəyim iman gətirmirdi. Da indi əlac yoxdur. Da geriyə qayıtmaq mümkündür. Yevmul fəraq, bir-birindən ayrılan gündür. Yevmul əzab, əzab günüdür. Yevmul fərar, fərar bilirsiniz qaçmağa deyərlər. Yevmə yəfirrul mər'u min əxi, qardaş qardaşdan ayrılacaq, qaçacaq. Yoldaş yoldaşdan qaçacaq. Ana balasından, bala anasından, hər kəs öz hayında, öz hesabındadır. Yevmul haqq, haqq günü, həqiqət günü o gündür. Yevmul hukm, Allah'ın hökmü nazil olan gün qiyamətin günüdür. Yevmul cəmə, hamı orada toplaşan gündür. Yevmuddin, o gün müzdü günüdür. O gün insanlara müzdü veriləcək.
tubləs sərair, o gün ki pərdələr götürülənəcək, hamının eybi üzə çıxacaq. İndi üstünə pərdə çəkmişik, indi bilinmir. Amma qiyamətin günündə bu cür qalmayacaq. Yevmə tubləs sərair, gizlində olanlar əşşara çıxacaq qiyamətin günündə. Yevmə la yenfə'u malun və la bənun, o gün bir gündür ki, nə insanın balalarının insana xeyri olacaq, nə insanın malının, devlətinin, sirvətinin insana xeyri olacaq. Yevmə yə'azzu zalimu alə yədeyh, o gün ki, zalimlər iki əllərinin ikisini də dişləyəcəklər. O günün şiddətindən iki əllərinin ikisini də dişləyəcək və keçmişinə, dünyasına peşman olacaq. Hər insan ki var dünyada yaşayıb, Quran buyurur İsra 71-ci ayədi. Yevmə nəd'u kullə unasin bi imamihim. İnsanların hamısını qiyamətin günündə biz çağıranda kiminlə bir yerdə çağıracaq onları? Hər kəsi dünyada sevirdi onunla. Onun vilayətin qəbul eləmişdi. Onun imamətin qəbul eləmişdi. Onun ağalığın özünə qəbul eləmişdi, ondan çağıracaq. Onu ayırmayacaq. Hər bir insanı öz imamı ilə, öz rəhbəri ilə çağıracaq bir yerdə gəlsinlər.